Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və İran prezidenti Masud Pezeşkiyan iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş memorandum imzalanıb. Sənəd Amerika Birləşmiş Ştatları və İran arasında son aylarda yaşanan qarşıdurmaların dayandırılması, bölgədə sabitliyin bərpası və gələcək danışıqlar üçün hüquqi siyasi çərçivənin yaradılmasını nəzərdə tutur. Məlumata görə, memorandum tərəflərin hərbi əməliyyatları dayandırmasını, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasını və İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar mərhələsinə başlanmasını ihtiva edir. Razılaşmanın icrası üçün 60 günlük danışıqlar dövrü nəzərdə tutulur və bu müddətdə tərəflər yekun saziş üzərində işləyəcəklər. Bununla yanaşı Trump bəyan edib ki, memorandum yekun sənəd deyil və İran öhdəliklərinə əməl etmədiyi halda Amerika Birləşmiş Ştatları daha sərt addımlar ata bilər. O həmçinin bildirib ki, sənəd İran üçün dərhal sanksiyaların ləğvini nəzərdə tutmur. Analitiklərin fikrincə, bu razılaşma yaxın şərqdə gərginliyin azalmasına və dünya enerji bazarlarında sabitliyin möhkəmlənməsinə təsir göstərə bilər. Xüsusilə Hörmüz boğazının tam fəaliyyətə qayıtması qlobal neft tədarükü baxımından mühüm əhəmiyyət daşıyır.